Maşınımız Toyota Corolla. Arxadan qəzası olub. Gördüyünüz kimi arxa sol təkərin üstü 1 sm içəri çölə çıxıb. Arxa sağ təkərin üstü 1 sm içəri girib. Bunlar sifaritinə yerdə, arxada sifaritinə yerləri var. Onun qaydasına qoyacaq. Hal-hazırda bu maşında arxa sağ təkərin üstü içəridir, arxa sol təkərin üstü çölədir. Bundan da zavod orada rüqrovka yeri qoymayıb ki, biz açaq bu təkərin üstünü bayıra qaldıraq, bu təkərin üstünü içəri verək. Və indi biz nə edəcəyik? Avtomobilimizə arxadan da baxış elədiyimiz zaman, yəni gözə çarpacaq bir şey yoxdur ki, deyək ki, misal üçün bu detal əyilib, indi bunu dəyişim düzələcək. Siz də öz Zavaskoy orijinal detalları qalmaq şərti ilə heç bir detal dəyişmədən zavod ölçülərinə gətirəcək, maşınımızı razvar eləyəcək, müştərimizə xeyirli olsun. Hal-hazırda avtomobilimizi sökmüşük və təmir işlərinə başlayırıq. Avtomobilimizi tam ideal şəkildə razvarını eləyəcək, əyriliklərini düzəldəcək, razı eləyəcək, tam zavod ölçülərinə gələcək. Avtomobilimiz hal-hazırda təmirdədir, bütün əyrilikləri düzəldəcək, detalların əyilməni düzəldəcək, zavod ölçüsünə gətirək və aparacaq razvara. Avtomobilimizin arxasını düzəltdik, tam ideal şəkildə. Avtomobilimizin arxasını tam ideal şəkildə düzəltdik. Bu da düzəltdikdən sonra ölçüləri. Gördüyünüz kimi bayaq ölçülərdə arxa sol təkərin başı bayra idi, gətirdik yerinə. Arxa sağ təkərin üstü içəri idi, qaldırdıq, gətirdik yerinə. Sizdə də belə bir problem olarsa, səhifədə əlaqə nömrəm var, əlaqə saxlaya bilərsiniz. Arxasını göstərirəm, düzəltdikdən sonra gördüyünüz kimi öz zavod detallardır üstündə, heç bir detal dəyişmədik. Biz arxaların ölçüləridir, arxa təkərlərin üstlərinin içəri çöl olmağı düzəldir, sxartinası düzəldir və keçirik ön tərəfə. Burada qabaqların ölçüləri, qabaqda da hamısı ideal şəkildə.